baharın isti nəfəsinin duyulduğu torpaq çərşənbəsini qeyd edirik. Yer çərşənbəsi, ilaxır çərşənbə kimi də tanınan bu gün suyun, odun və yelin oyanışından sonra torpağın canlanmasını təmsil edir. İnançlara görə torpağın oyanışı bolluq, bərəkət və yeni bir həyatın başlanğıcıdır. Bugünün adətləri xalqımızın minilliklərlə formalaşmış mənəvi dəyərlərini və təbiətə olan ehtiramını özündə birləşdirir. Novruz bayramından öncəki 4 çərşənbə xüsusi təmtəraqla qeyd edilir. Bu çərşənbələrin ardıcıllığını, sırasını hamımız bilirik. Ona görə mən əsasən bugünkü günümüzə uyğun olaraq torpaq çərşənbəsi, yəni ilaxır çərşənbə haqqında ətraflı məlumat vermək istəyirəm. İlaxır çərşənbə bir çox bölgələrdə, ölkəmizin bir çox ərazilərində bayramdan daha təmtəraqlı qeyd edilir və bu çərşənbədə bayrama aid olan bir çox atributlar özünü göstərir. Belə ki, bayram tonqalı kimi ilaxır çərşənbədə də tonqal yandırılır. İlaxır çərşənbə tonqallarında və Novruz tonqallarında demək, tonqalın üzərindən atılarkən həm də belə bir ifadə deyilibdir. Ağırlığımı, uğurluğumu yer götürsün, göy götürsün, ruzumu Allah yetirsin. Bunu biz toplama zamanı yaşlı söyləyicilərin yaddaşından qeydə almışıq. Çərşənbə ilə bağlı belə bir deyimlər də var. Atıl-matıl çərşənbə, ayna kimi baxdım açıl çərşənbə. Xüsusilə bunu gənc qızların dilindən eşitmək mümkündür. Adətə görə süfrəyə mütləq xonça qoyulmalıdır. Bayram xonçası qoyulmalıdır və bayram xonçasına bayramın rəmzi olaraq bildiyimiz quru yer-yemişlər yığılmalıdır və Novruz şirniyyatları yığılmalıdır mütləq və şam yandırılmalıdır xonçanın ətrafında və adətən bunu evdəki insanların sayına uyğun olaraq, yəni evdə nə qədər adam varsa ona uyğun olaraq şamlar da yandırılır. Daha sonra ilaxır çərşənbəsində mütləq yenə tonqallar qalanır, axşamlar xüsusilə axşamçağı qulaq falına çıxılır, qapı pusma deyirik buna bəzən və bütün bu dediyimiz bütün bu adətlər bəzən Novruz bayramının özündən də daha çox təmtəraqlı qeyd edilir. Və İlaxır çərşənbə ilə bağlı bildiyimiz başqa adətlərdən biri də odur ki, bu çərşənbə günündə, İlaxır çərşənbədə ağaclar başını yerə əyir, torpağa toxunur. Sonra orada həm də bar verməyən meyvə ağaclarını balta ilə gedib yüngülcə qorxutmaq adətləri var. Bax, səni kəsərəm ha, bar verməsən. Belə deyimlər də el arasında mövcuddur. Son olaraq xalqımızı, millətimizi bu bayramlar münasibəti ilə, həm İlaxır çərşənbə günü münasibəti ilə, həm də Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər kəsə bol ruzi, bərəkət arzu edirəm. Arzu edirəm ki, hər kəsin evində çıraqları gür yansın, ruzusu bol olsun. İlaxır çərşənbədəki süfrələri, Novruz bayramındakı süfrələri bolluq, bərəkətlə dolu olsun. Torpağınız bərəkətli, süfrəniz hər zaman dolu olsun. Torpaq çərşənbəniz mübarək.